Ultel və digər kabel televiziyaları həmçinin IPTV platformalarında yayıma başlayıb. Ailə TV-nin rəqəmsal yayımında bizi tapmaq üçün 19, Ailə TV-nin IPTV platformasında isə 79-cu kanalı seçməlisiniz. Citynet-də APA TV-yə baxmaq üçün 11-ci kanalı, Ulteldə isə 44-cü kanalı seçməlisiniz. APA TV-nin yayım vaxtı səhər 8-dən gecə 2-yə qədər artırılıb. Xatırladaq ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 30 noyabr 2022-ci ildə APA televiziyasına platforma yayımçısı lisenziyası verilib. Salam, hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. APA TV-nin efirində İmpuls proqramına baxırsınız. İmpuls müxtəlif hadisə və vəziyyətlərə qarşı cəmiyyətin nəbzini ölçən bir proqramdır. Bizimlə olun ki, dünyadan və ölkəmizdən xəbəriniz olsun. Sizinlə bugünkü görüşümüz ilin axır çərşənbəsində, bayram ərəfəsində baş tutur. Ona görə də mövzumuz nə olsun? Novruz bayramı. Novruz bayramından danışacağıq, amma həmişə bildiyimiz şəkildə yox. Əcdadlarımızın uzun müddət sir kimi saxladığı sirlərdən bəhs edəcəyik bu proqramımızda. Ulu əcdadlarımız astronomik bilgiləri necə əldə edirdilər? Onlar necə başa düşürdülər ki, il təhvil olur? Təbiətin dilini necə bilirdilər, necə öyrənirdilər? Bax, bu barədə danışacağıq. Studiyamızın qonaqları var. İstəyirəm öncə qonaqları sizə təqdim edeyim, sonra maraqlı müzakirəmiz başlasın. İlk qonağımız Salidə Şəfiyevadır, Əmeyanın professorudur, filoloqdur. Salidə xanım, xoş gəlmişsiniz. İkinci qonağımız Faiq Nağıyev, Həvəskar Astronomlar Cəmiyyətinin sədri. Siz də xoş gəlmişsiniz. Çox sağ olun. Üçüncü qonağımız Firidun Qurbansoy, Milli Konservatoriyanın kafedra müdürü, professor. Xoş gəlmişsiniz Firidun müəllim. Əminəm ki, tamaşaçılarımıza hər üçünüzlə söhbət çox maraqlı olacaq. Firidun müəllim, istəyirəm öncə dünən sizlə söhbət zamanı belə bir fikir səsləndirdiniz ki, il axır deyil, il ağırdır. Hansıdır bu? Biz hansı çərşənbəni yaşayırıq indi? Şənbədən başlayırlar, yekşənbə, düşənbə, seçənbə, çarşənbə, cümə, sonra yenə də şənbə. Çaharşənbə üçüncü günə təsadüf edir. Üçüncü günün səyyarəsi Merkuridir. Merkuri rahatlıq zamanıdır. Bu vaxt alver eləmək, sonra yazı pozu işləri həddindən artıq, məmurlarla söhbət həddindən artıq rahat alınır. Ona görə də ona çərşənbə deyirlər. Amma ikinci günə, çərşənbə axşamına ağır çərşənbə deyirlər. Çünki onun səyyarəsi Marsdır. Mars həmin günü himayə elədiyi üçün bugün daha çox dava-dalaş, mübahisələr baş verir. Bir şənbə günü həftə ərzində, bir də ki, çərşənbə axşamı insanların bir-birinə münasibətində müəyyən qədər qarşı durmalar ola bilir. İndi ikinci günə çərşənbə axşamı demirlər, ağır çərşənbə deyirlər. Çünki bugün ağır gün sayılır. İlin də 4 axırıncı, yəni boz ayın içində olan 4 ağır çərşənbəni bayram kimi keçirirlər ki, insanlar Novruzda umuküsü olmasın, davadalaşı olmasın insanlar. Novruza sülhlə girsinlər. Sülh şəraitində. Mənim xatırladığıma görə öz uşaqlığımı bilmirəm, bunu yanlış eləyirdilər, düz eləyirdilər. İlaxır çərşənbələr deyirik də, çərşənbə axşamları demirlər axı. Və bu baxımdan da yaşadığım Aran bölgəsində mənim yadıma gələn uşaq olanda biz həftənin 3-cü günləri, yəni çərşənbə günləri eləyirdilər bu bayramı. Çərşənbə axşamı yox, çərşənbə günləri eləyirdilər. Çərşənbələri belə qeyd eləyirdilər. Uşaq zamanından bəlkə də Yox, xatırladığım düzgündür, amma o insanlar bəlkə onu səhv bilirdilər. Ya nədirsə bu şəkildə elədikləri dəqiq yadımdadır. İstəyirəm Salidə xanıma söz verəm. Novruzun tarixçəsindən danışaq. İlk Novruz barəsində məlumat tarixdə nə vaxt qeydə alınıbdır? İstəyirəm bu barədə biraz məlumat verəsiniz. Novruz bayramına, yəni Azərbaycan xalqının milli şuurunun, milli irsinin ayrılmaz hissəsi olan bu bayram haqqında danışanda tarixi haqqında bir çox fikirlər mövcuddur. Yəni tədqiqatçılar bir dənə vahid qərara gəlməyiblər ki, bunun tarixi nə vaxt yaranıb və nəyə bağlıdır. Bəzi alimlər, həvəskar alimlər deyək, bunun tarixini zərdüştlüklə bağlayırlar. Bəziləri Hind-Avropa ədəbiyyatı ilə, xalqının tarixi ilə bağlayırlar. Bəziləri Türk xalqının tarixi ilə bağlayırlar. Mən də belə
maraq dairəmdə olduğuna görə belə qərara gəlmişəm ki, bu elmi nəzəriyyələri bölsək, bu 3 bölgə əsasında baxmaq olar. Yəni Novruz bayramının tarixini Türk xalqlarının mı tarixi ilə əlaqələndirmək lazımdır? Hind, Avropa xalqını mı tarixi ilə əlaqələndirmək lazımdır? Yoxsa doğrudan da zərdüştliklə əlaqələndirmək lazımdır ki, ona görə ki, son dövrdə Novruz bayramını xüsusilə zərdüştliklə əlaqələndirirlər, ondan törəmə, yəni onunla əlaqəli bir bayram olduğunu qeyd edirlər. Amma mən bu bölgünün hər üçünün də əksinə olaraq deyərdim ki, Novruz bayramının tarixi lap dərin köklərə bağlıdır. Bu, hətta demək olar ki, bütpərəstlik dövrlərinə aid edə bilərik. Çünki o dövrlərdə günəşə sitayiş, suya sitayiş, hər şeyə, yəni püt şəklində sitayiş eləmək o dövrdən gəlir. Yəni bunları Novruz bayramını konkret olaraq Türk xalqının tarixi ilə bağlamaq, Hind, Avropa xalqının tarixi ilə bağlamaq, zərdüştliklə bağlamaq düzgün deyil. Çünki Novruz bayramı beynəlməl bayramdır. Bu beynəlməl bayram olduğu elə son dövrlərdə konkret tarixlə deyək, 23 fevral 2010-cu ildə Birləşmiş Millət Təşkilatının 64-cü sessiyasında, Baş Assambleyasının 64-cü sessiyasının qərarında 21 mart Beynəlxalq Novruz günü qeyd edilməyə başladı. Bu da məhz Novruz bayramını yalnız bir xalqa, Türk xalqına yaxud da ki, kiməsə aid olduğuna dəlalət etmədi və onu təsdiqlədi ki, bu bayram həqiqətən də beynəlxalq bayramdır. Doğrudan da bizim yaşadığımız regionda bu bayramın keçirilməsini görürük. Bu bayram Şərqi, yəni Orta Asiyada, Yaxın Asiyada, həmçinin Özbəkistanda, Qazaxstanda, Qırğızstanda, Türkmənistanda, Azərbaycanın özündə, Azərbaycanın qonşu ölkələrində, dövlətlərində bu bayramın qeyd edildiyini görürük. Geniş şəkildə qeyd edildiyini görürük. Bənzər şəkildə mi keçirilir? Təbii ki, bənzər olmaz. Ümumi Novruz bayramının ümumi simvolları var. O təbii ki, qorunmaq şərti ilə hər bir bölgədə, hər bir məkanda, hər bir dövlətdə özünə məxsus şəkildə bu bayramlar keçirilir. Hər birinin süfrəsindəki nemətlər başqa cür olur. Qırğızstan xalqının süfrəsindəki nemətlər başqa cür təqdim olunur. Bizim Azərbaycan süfrəsində mütləq olaraq səməni və onun ətrafında olan, yəni simvolları ifadə edən nemətlər olmalıdır ki, hansı ki, tutalım, paxlava dünyanın dörd bucaqlı olmasını, yəni dörd qütblü olmasına işarə edir. Qoğal, tutalım, günəşi simvolizə edir. Sonra şəkərbura ayı simvolizə edir. Qoyduğunuz o yumurtalar, bəzədilmiş yumurtalar həyatı simvolizə edir. Yəni, digər ölkələrdə də bu simvollar eynidir, yoxsa yox? Bəzilərində xeyr, müxtəlifdir. Məsələn, Qırğız xalqlarında 5 barmaq pişirilir. Onlarda başqa bəli, ətli və makarona oxşayan yemək hazırlayırlar. Yəni bu bizim Novruz bayramında bunu pişirmirik. Bizim Azərbaycanın öz bölgəsindəki bəzi yerlərdə tutalım balıq hazırlanır, ləvəngi hazırlanır, balıq ləvəngisi. Nəyə gətirmək istəyirəm fikrimi? Qeyd etmək istəyirəm ki, Novruz bayramı yalnız türklərin bayramı deyildi. Türklərin bayramı olsa Osmanlı Türkiyəsi bu bayramı qeyd edərdi. Amma tarixdə bəllidir ki, Osmanlı türkləri bu bayramı qeyd etməyiblər. Yəni Türk bayramı olsaydı bu bayram geniş şəkildə təbliğ olunardı, Türkiyədə də keçirilərdi. Ancaq Gürcüstanda yaşayan Azərbaycanlılar, Dağıstanda yaşayan Azərbaycanlılar, İraq türkmənləri, İranda yaşayan Azərbaycanlılar, İran əhalisinin özü, yəni taciklər, farslar, bunlar bu bayramı keçiriblər. Bu bayramın bu millətlər tərəfindən keçirilməsi onu ifadə edir ki, bu yalnız, yəni Türk xalqlarının bayramı deyil. Bu beynəlməl bayramdır. Bu Hind-Avropa xalqlarının özündə əhatə edən, Türk xalqlarının özündə əhatə edən insanların bayramıdır. Biz Novruz bayramına adi bir bayram kimi baxmamalıyıq. Biz Novruz bayramına sülh bayramı kimi baxmalıyıq. Ona görə ki, Novruz bayramı özü Novruz sülhü, insanlar arasında əmin amanlığı təbliğ edir. Biz bəzən Novruza siyasi bayram kimi də damğa vurublar. Bunu biz təbii ki, ən gözəl
dediniz, Türkiyədə elə siyasiləşdirildiyinə görə qeyd edilmir. Kürd bayramı adı Bəli, verilir onu bir Kürd ara, bayramı kimi Ergenekon təqdim dedilər. edirlər. Bəli, Kürd bayramı ola bilər. Ona görə ki, indi Avropa xalqlarının ədəbiyyatına aid Kürd olması... Əlbəttə ki, siz çox gözəl danışırsınız. Biz həmkarıq, ona Aha. görə də onun bəlağətinə mən məftunam. Çox da gözəl fikirlərini izah elədi. Ancaq bu fikirlər çox köhnə fikirlərdir. Sovet dövründəki araşdırmaların nəticəsi. Əlbəttə baxış başqadır. Deyirsiniz ki, Türk bayramı olsaydı Türkiye'nin ərazisində keçilərdi. Bu meyyar ola bilməz. Türkiye'nin ərazisində keçirilir. İqdır ərazisində keçirilir. Anadolu ərazisində keçirilir. Karsda keçirilir, onu imtina eləmirəm. Ona görə ki, bizə hamımıza bəllidir ki, tarixi faktla bəllidir ki, o 20-ci əsrin əvvəllərində Sovet imperiyası yarananda o torpaqlar ora verilib. O torpaqlar Gürcüstan, Azərbaycana aid olduğuna görə, bu tərəfə aid olduğuna görə keçirilirdi və orada təbliğ olunurdu. Onu da xüsusi qeyd etmək istərdim ki, Novruz bayramı, yəni tarixinə nəzər saldıqsa, Midiya, Manna, Atropatana dövlətlərində də qeyd olunduğunu görürük. Və Şumerdə də qeyd olunduğuna dair. Hətta o dövrlərə getmirəm. Sadəcə bizim regionda olan o dövlətləri, o mədəniyyətlərə toxunaraq qeyd edirəm ki, hətta o mədəniyyətlərdə də bayramlar qeyd edilmişdi. Mən istəyirdim Faiq bəyə də söz verim. Canlı bir müzakirənin olmasını arzulayıram. Faiq bəy, qədim padşahların dövründə eşidirdik ki, biz nücum elmi ilə məşğul olan adamlar olurdu, astronomlar olurdular, ulduzları seyr edirdilər və dövlətin, padşahın həyatının tərzini bu ulduzlara əsasən seyr edirdilər. Sizcə bu astronomiyanın başlanğıcı oradan mı başlanmışdı və ilk astronomlar Azərbaycanda kimlər olub, nə zaman yaradılıb? İstəyərdim bu barədə danışaq. Nə üçün məhz astronom? Çünki Novruz bayramı tam dəqiqliyi ilə ilin təhvil olduğu dövrü tam dəqiqliyi ilə bilən bir bayramdır. Bəli. Qədim əcdadlarımız bunu necə bilirdilər, necə öyrənmişdilər? Tamamilə doğrudur. Elə Novruz sözünün özü yeni gün, yeni ruzi deməkdir. Və nəinki bizdə və ətrafda Novruzu keçirən bütün demək olar ki, qədim xalqlarda Novruza aid bir bayram var. Çünki astronomik yeni il məhz martda başlayır. Gün bərabərliyindən başlayır. Gün bərabərliyi odur ki, gecə ilə gündüz bərabər olur və onu hətta qədimdə dünyanın dörd bir tərəfində ölçə bilirdilər. Çox asan şəkildə ölçürlər. Onun üçün xüsusi günəş rəsədxanaları tikirdilər. Hətta adicə bir taxta da bastırsaz bir yerə, siz onun kölgəsinə uyğun olaraq ən qısa vaxtı, məsəl üçün, o gün yarısı 12-də, məsəl üçün, tam qısa olur onun kölgəsi. Onun kölgəsi ilə xətt çəksəz o taxtanın özü ilə siz biləcəksiniz ki, tam olaraq cənub buradır, şimal oradır, həmçinin də şərqini də qərbi bilirsiniz. Və gün bərabərliyi vaxtı günəş tam olaraq şərqdən çıxır və tam olaraq cənubda batır. Ona görə də, məsəl üçün, həmin gün... Qərbdə batırdı. Bəli. Həmin gün dəqiqliyi ilə bilirdilər ki, bəli, bu günləri gecə ilə gündüz bərabərdir. Çünki dəqiq həmin olan yerdə. Hətta onlar xəttlər də çəkirdilər, daşların üzərindəki kölgəni görsünlər. Günəş saatı da o cür yaranıb. Yəni, bu tam qədimdə olub. Mayalarda olub, Misirdə olub, Hindistanda olub, Çində olub. Hərəsinin özünə məxsus olan xüsusiyyətləri olub. Və bizim bir araşdırmacı alimimiz var, İskəndər Tağıyev. Onun araşdırmasına əsasən Qız qalası, Hunzar qalası adı ilə bəs günəş təqvimi olaraq tikilibdir. Əslində Qız qalasına aid çox fərziyyələr var. Onun dəqiq olması heç tarixi də belə dəqiq bəlli deyil. Ona görə də Azərbaycanda ümumiyyətlə astronomiya ilə bağlı belə bir qədim bir günəş bir saatı deyim, belə bir şey yoxdur. Ancaq ki, alimlərimiz olub, hansı ki, vaxtında siz dediyiniz kimi şahların, padşahların yanında ulduza baxan alimlər olub. Bu lap qədimdən hələ gəlib. Məsəl üçün, Ömər Xəyyam vaxtında Cəlali adlı günəş təqvimini yaradıb, hansı ki, indiyənə kimi ən dəqiq günəş təqvimlərdən biri sayılır. Biz istifadə etdiyimiz belə Qriqoryan təqvimindən dəqiq sayılır. Və biz nəyə görə, məsəl üçün, yeni ili yanvarda qeyd edirik. Halbuki qədimdə yeni il martın gün bərabərliyinə uyğun idi və
bir çox təqvimlər martdan başlayırdı yeni ili şey eləməyə, qeyd etməyə. Sadəcə olaraq Roma, qədim Romada bu Janus tanrısı var. Onun belə deyək, o da tanrı keçmişlə gələcəyin arasında bir qapı açırdı. Onda başladılar qədim Romada yanvarın 1-i qeyd eləməyə yeni ili. Halbuki o vaxta qədər Romanın özündə də martda qeyd edirdilər. Halbuki bütün dünyada Novruzun özü də bizim öz tariximizdə də yeni il deməkdir. Astronomik yeni il. Qədim vaxtı o lazım idi. Əkinçiliklə məşğul olurdular. Cəmaət bilməli idi ki, haçan əksin, haçan becərsin. Bu yeməyə münasib. Ona görə günəşə, aya, ulduzlara belə diqqət yetirirdilər və onların köməkliyi ilə dəqiq vaxt da hesablaya bilir. Hiss edirəm ki, Firidun müəllimin ürəyi doludur və deyəcəyi şeylər var. Buyurun, sizi dinləyirik. İsa əleyhissalamın doğum gününə münasibət biraz təqvimlər dəyişəndən sonra dəyişdi. Əslində İsa əleyhissalam 20 dekabrdan 21 dekabra keçən gecə dünyaya gəlib. Ona Şəb-i Yelda deyirlər. Yelda sözünün mənası ərəb dilində doğum deməkdir. Yəm Quran-ı Kərimin ayəsi də var. Şimdi bilirəm ki, burada onu deməyə ehtiyac yoxdur. Yəni doğulmayıb, doğulmayıb Quran ayəsi var da. Yəni doğumla əlaqədardır dediyim söz. 20 dekabrdan 21 dekabra keçən gecə ilin ən uzun gecəsi sayılır. Həmin gün dünyaya gələn İsa əleyhissalam bütün dünyaya işıq gətirmək mənasında simvol kimi həmin gün dünyaya gəlib. Amma sonra təqvimlər dəyişə-dəyişə 22, heç 22 də eləmədilər. Elələr 25 dekabr, hətta biraz sonra gəldi, çıxdı yanvarın 1-nə. Yalnız düzdür, məsələn, bu dünya ilə o dünya arasında keçdi, bərpa eləyən mələk idi o vaxt. Amma fırlatdılar ki, ilin axırı niyə yeni il olsun, hələ o bir ayın əvvəli olsun. Ona görə Mevlud bayramı. Hətta ayların adı da, məsəl üçün, sentyabr 7-dir, halbuki 9-cu aydır bizdə. Məsələn, dekabr, deka, 10 deməkdir. Əslində onlar da 10-cu ay martdan başlayıblar. Martdan başlayırlar. Yəni adları da qalıb hətta. O vaxtdan qalıb. Dekabr məsəl üçün 10-cu ay olmalıdır. Dekada 10 deməkdir. Deka, 10, okta 8, bəli. Zərdüştlükdə də var da dehayı. Dekabrın 22-sindən yanvarın 22-sinə kimi nəzərdə tutulur. O, siz dediyiniz İsa Peyğəmbərin doğumu ilə bağlı tarixdə bir çox bu cür şəxsiyyətlər var ki, həmin ərəfəyə. O həmişə günəşin, belə deyək, 3 günlük batmağı ilə əmələ gəlir. Dekabrın 21-i, 22-si ən qısa günü olur və 3 günlük səmada demək olar ki, eyni nöqtədə günəş qalır və sonra başlayır ki, qalxmağa, yəni gündüz də başlayır uzanmağa. O ilə də bağlı 3 gündən 6 sonra... saat olur da gündüz. 6 saat, 15 dəqiqə. Baxır harada? Yox, ümumiyyətlə götürür. Yox, ümumiyyətlə yox, baxır harada? Ekvatorda günün 365 gün, 12 saat gündüz, 12 gecə. Yox, bizim də ekvatoru hesab almır. İndi baxır hansı, Moskvada başqadır, məsəl üçün, Murmanskda 6 aydır gecə. Bəli, da, 6 ay gecə ola bilir, 6 ay gündüz ola bilir. Bunlar aydındır. O ki, qaldı Novruz bayramının tarixçəsinə bir mənalı olaraq fars dilli ədəbiyyatda Novruz sözünün mənasını gətirirlər Piştadiyan sülaləsinin 4-cü hakimi Cəmşidin vaxtı ilə. Əslində onun adı Cəmdir. Şid sözü işıq şüası deməkdir. Əbu Reyhan Biruninin Əl-Asari Bağiyə Ənəl-Qurunil Xaliyyə adında əsəri var. Yəni, ötən zamanlardan qalan əbədi əsərlər. Ötən nəsillərdən qalan. Deməli, bu əsərdə çox qəribədir ki, cədvəllər şəklindədir. Çox yığcan şəkildə qeyd olunur ki, Cəm Azərbaycana gələndə, məhz Azərbaycana gələndə, Azərbaycan sözünü işlədir o. İnsanlar günəşə dualar oxuyurdular. Və Cəmşid görür ki, insanlar
Günəşi dua eləyəndən sonra günəş çıxır. Bu da başdan ayağa əlbəsələri qızıldandır, tacı falan. Onu da çiyinlərində aparırlar taxtın üstündə. O şua gəlir, düşür bunun üstündə, bu da bərq vurur. Şit sözü də oradandır, günün şuası. Ona görə də Cəmşid deyir ki, mənə bundan sonra Cəm deməyin, Cəmşid deyin. Ona da elə o gündən Cəmşid qalır. Və soruşur ki, adamlardan, bu gün nə günüdür? Və o günü tarixçilərə deyir ki, qeyd eləyin, bu ölkənin bütün ərazisində həmin gün bayram keçirirsin. Tarixi mənbəyi belədir. Həmin Cəmşid də Amma ona qədər varmışdı da bu bayram. Azərbaycanda var idi. Bəli, qeyd edirdilər ki, onu görürdü. Təbii ki, Azərbaycanda var idi ki, o Söylədiyiniz İdeya. tarix bizim eradan əvvəl 505-ci il üst-üstə düşür. Təxmini yoxsa? deməli belədir. Piştadiyanlar sülaləsi Yunan istoqrafiyasında yoxdur. Onların demək Persepolis paytaxtı olma şərtindən Persiyanın tarixini bunlar Əhəmənilər sülaləsindən tanıyırlar. Ondan öncəki tarixi bilmirlər. Sonradan dəyişdirilmiş Avestada, sonradan yazılmış və sonradan istiqaməti və mənası dəyişilən Zərdüş peyğəmbər bilirsiniz ki, İbrahim peyğəmbərdir. Onun gətirdiyi tək Allahlıq əslində təhrif olundu və başladılar o da sitayiş eləməyə başladılar falan. Yəni məğzdən uzaqlaşdı, ona görə də o çıxdı getdi Babilistana, Babilistandan çıxdı getdi Fələstinə, Misrə, oradan keçdi Fələstinə və elə axır. Ondan sonra da hətta Norveçlərin babası olub, İbrahim peyğəmbərin atası Azər, bizim Azərbaycan sözü də oradandır. Azər, bəy deməkdir. Can da ki, Bu barədə fərqli fikirlər var hər halda. Tarixçilər fərqli fikirlər olsun da, olsun da. Bu bir də var ki, söz və söz deyirik ya, biz sözü dəyişmirik. Söz hələ həmin sözdür. İndi istəyirsiniz qəbul eləyin, istəmirsiniz eləməyin. Asır pata kan xoşub gəlir, onu deyim. Amma əslində məğz budur. Tarixi mənbə, yəni əldə olan mənbə budur. Bundan sonra bir sıra başqa coğrafiyaya aid olan əsərlər də, lüğətlərə aid olan əsərlərdə də bu təkrar olunur. Amma Azərbaycanda nə vaxtdan olub? Bax, bunun tarixi sual altındadır. Heç bir mənbəyi yoxdur. Mayalıların bayağı adını çəkdi Sarıda xanım. Belə mənim... Maya çəkmədim, Midiya, Manna, Atropatana çəkdim. Maya. Onları çəkmişim. Onu çəksəydin, lap yaxşı olardı. Zəifimdir. Yəni, Mayalıların təqvimində 21 mart Yaşkin adlanır. Yaşkin yaşıl gün deməkdir. Yəni, təzə həyat deməkdir. Belə çıxır gözü ki, Mayalıların dilində də bu saat tədqiqat sistemi onu öyrənməyə gedir ki, bunlar türk xalqı olub. Çünki bunların dilində həddindən artıq bugün də işlənən türk sözləri var. Müxtəlif türk xalqlarının içində bugün də canlı leksikonunda olan sözlər olur. Yaşkin, yaş nə deməkdir? Mənim neçə yaşım var? Yəni ilim. Eyni zamanda yaş sözü nəm mənasını verir, həyat mənasını verir. Məsələn, yarpaq yaşıldır. Deməli, içi yaşdır ki, o yaşıldır da. Quru olsaydı, ölü olsaydı, bu olardı sarı rəngdə. Amma yaşıl yarpaqdır, bunun içində həyat var. Yaş sözü dirilik, həyat mənasını verir. Və yaş gün sözü, gün ruz deməkdir. Həmin yaş sözündə no kimi tərcümə ediblər, no ruz, belə. Əslində, fars dilinin qrammatikasına götürəndə ruzi no demək lazımdır. Ruzi no, ruz gün deməkdir, no təzə deməkdir. Bu, Pəhləvi dilində dəyişilmiş şəkildə müasir fars dilinə çevrəndə, indi Novruz şəklinə düşüb. Amma bu sistemin özü əslində farsça deyil. Məsələn, Cavanşir sözü, hə? Cavan sözü də farsçadır, şir sözü də farsçadır. Biz aslan deyirik. Hə? Amma bir Cavanşir türkçədir, farsça deyil. Əgər farsça olsaydı, olardı şiri cavan. Yəni, bu qrammatika məsələləri
hər şeyi açıb ortaya qoya bilir. Filoloqlar bu mənada Biz Mayalılara dönək yenidən. Çünki mənə nəyə görə maraqlı gəldi? Qədim Misirlilərdə də, Şumerlərdə də eyni gündə, martın 21-də bu bayramın qeyd edilməsinə dair tarixi faktlar var və səməni də qoyublar, maraqlıdır ki. səməni niyə qoyublar onu deyəcəm. Mayalılar yeni ili 21 martdan keçirirdilər. Maya ərazisində. Və sizə gəl, deyirəm də, tədqiqatçılar, çox böyük tədqiqatçılar var, dilşünaslar. Onlar qəti şəkildə qəbul edirlər ki, Mayalıların dili türk dilidir. Və bu istiqamətdə keçmiş Sovetlər Birliyində də gözəl alimlər var. Çox təəssüf ki, bizim dilçilərimiz hələ ki o işlə məşğul olmurlar. Olsalar yaxşı olur. Mən onun şəklini də çəkə bilərəm, o hierogliflərin şəklini də çəkə bilərəm. Gün deyəndə bunlar dairə bir şəkil çəkirdilər. 4 dənə paralel xəttlər çəkirdilər. Ortada bir dənə dairə çəkirdilər. Bu gün sözü hələ indinin özündə də həm günəş deməkdir, həm də ki sutka mənasını verir. Bu 4 tərəfdən paralel çəkilən xəttlər əslində 4 cəhətdir. Ortadakı mərkəz də günəşin olduğunu göstərir. Həm də sutka şəklində, sutkanın özünü 4 yerə bölsə 6 saat 6 saat eləyir. Və bu ilə də sutkanı tamamlamaq şəklini o göstərir. Amma yaş sözünün şəkli elə bir ki, təzə cücərmiş toxum kimidir. Onun şəklini çəkmək, təəssüf olsun ki, burada kağız yoxdur, mən onu çəkərəm. Azərbaycan jurnalının 2-ci nömrəsində bu ilki mənim Yaşıl Gün Novruz adında məqaləm çap olunub, o şəklini də vermişim orada. İndi söhbət ondan gedir ki, Azərbaycan da ümumtürk sisteminin içində bir dildir və Azərbaycanda bu ənənənin qalması təbiidir. Azərbaycan öz məkanından dəyişməyib, öz yerində qalıb. Amma Türkiyənin ərazisi, indiki bugün çağdaş Türkiyənin ərazisi, əlbəttə ki, Bizans imperiyasının ərazisidir. Orada yığma komandalardır. Hər yerdən gəlib, qədim türklər də olub orada, sonradan gələnlər də olub və türkləşiblər. İndi onlardan qədim ənənələri tələb eləmək də əslində düz deyil. Baxanda görürsən ki, Yunan ənənəsi də var orada, başqa ənənələr də var. Həm də ondan sonra bilirsiniz ki, Osmanlı imperiyası həm də xilafət olub. Osmanlı sultanları həm də xəlifələr olub. Ona görə ərəb mədəniyyəti var orada. Çox böyük mədəniyyətlər var. Ondan sonra Avropalılar gəliblər ora, müəyyən illərdə istila ediblər. Avropa mədəniyyətinin izləri var. Mersilər deyirlər məsələn. Sağ ol əvəzə mersilər deyirlər. Nə qədər fransız sözlər var, nə qədər ingilis sözlər var. 20-ci əsrin 20-ci illərdə fransız, Türk ədəbiyyatında fransız sözləri bölünmüşdü. Onlar müəllim. Yəni tarix boyu bu qədər xalqların bir-birləri ilə o xilafətlər, müstəmləkələr təbii ki, öz təsirini göstərməli idi, amma buna baxmayaraq o öz məğzini qoruyub saxlamağı bacarmışdı gününün dəqiqliyinə qədər. Yenidən astronomumuza üst tutmaq istəyirəm, Faiq bəy sizə. Biz kulisdə bayaq söhbət elədik. Azərbaycanda astronomlar deyəndə çox az sayda, barmaqla sayılacaq sayda insanları tapmaq olur. Çox çətindir və biraz kölgədə qalmış peşədir sanki. Halbuki çox vacib, çox önəmli bir sahədir. Necə məşğul olurlar? Siz bir cəmiyyət yaratmışsınız. Bu cəmiyyətə insanlar nə şəkildə gəlib qoşurlar? Könüllü əsasında yəqin ki, həvəskarlarmı? Bilirsiniz, belə bir fikir var. Cəmiyyətin astronomiya ilə məşğul olması onun səviyyəsinin göstəricisidir. Biz əgər varlı ölkələrdə astronomiya ilə məşğul olmasına baxsaq, görək ki, böyük nailiyyətlər əldə ediblər və cəmiyyət də daha belə şuurlu və səviyyədə daha yüksək yaşayırlar. Yəni, bu cür deyilir. Mən halısı o sözlə razıyam və sevindirici haldır ki, son illər Azərbaycanda astronomiyaya həvəs çox artıb. Məsələn, biz 5 ildir ki, məktəblər arası Azərbaycanda astronomiya olimpiyadasının təşkilatçılığını keçiririk. Artıq 1000-dən çox, 2000-ə yaxın müraciətlər var, imtahan verənlər var. Yəni, əvvəlki illərdə yüzlərlə hesablayırdıqsa, artıq 1000-ə keçib. Azərbaycanda astronomlar var. Sadəcə olaraq bu elə bir peşədir ki, cəmiyyət arasında işıqlandırılmır. İldə bir dəfə vaxt verirlər ki, yaz bərabərliyi bu vaxtdır, sonra Qafqaz İslam İdarəsinə vaxtını verirlər ki, o Ramazanın falanın, bu vaxt onu oradan götürsünlər, hesablasınlar özlər. Nəysə,
Bizdə həm də problem odur ki, məktəbdə astronomiya fənnini yığışdırıblar. Hə, çox Yoxdur. təəssüf ki. Və Azərbaycanda yeganə universitet astrofizik hazırlayan universitet Bakı Dövlət Universitetidir. Biz onlarla da əməkdaşlıq edirik. Orada da bizim dərnəyimiz var. Orada məsəl üçün bizə şikayət olunur ki, gələn yəni tələbələr çox az məlumatlıdır astronomi. Çünki məktəbdə yoxdur. Ona görə də biz müxtəlif işlər görürük, tədbirlər keçirdirik, pulsuz seminarlar keçirdirik ki, maraqlananlar gəlsinlər, Bir dəqiqə baxsınlar. sözünüzü kəsirəm Faiq bəy. Əvvəlki illərdə dənizçilər məsələn dənizə çıxarkən ulduzlarla öz səmtlərini müəyyənləşdirə bilirdilər. Hara gedirlər, hara gedirdilər. Çox indi o bilgi azdır, ona gətirməyə çalışıram. Və Avropa filmlərinə baxırıq, ən balaca uşaqlar belə ulduz bürclərini tanıyırlar. Səmaya əllərini uzadırlar ki, bu o bürcdür, bu bürcdür. Amma bizim uşaqlar ulduzların adlarını bilmirlər. O bürclərin hansı dərslərin keçirilməməsi. Çünki dərs keçirmir. Çox Maraq yaradılmalıdır. Əslində bilirsiniz, uşaq anadan olanda onun hər şeyə marağı olur. Onun marağının öldürülməsi böyüklər edir. Oyla işin olmasın, buna nə işin var, ona eləmə. Artıq heç nəyə marağı olmayan bir uşaq böyüyür. Uşağın marağı onsuz da var. Siz ona nə isə verirsəniz, göstərsəniz, o hər şeylə məşğul olacaq. Bu dövlət səviyyəsində keçirilsə, məktəblərdə keçirilsə, əlbəttə maraq olacaq. Bizə gəlirlər, balaca uşaqlar gəlirlər, çox maraqlanır, valideynlər yazır. Biz Respublika Gənc Uşaq İnkişaf Mərkəzində bir ara kurslar da açmışdıq. Ora gəlirdilər uşaqlar. İndi fikirləşirik ki, bir onlayn məktəb də eləyək, çünki ehtiyac var. Sadəcə biz bu işlə könüllü məşğul oluruq. Bizim cəmiyyətin üzvləri də bu işlə könüllü məşğul olur. Biz heç yerdən maliyyələşmirik və avadanlığımız falan hamısı öz pulumuzu almışıq. Yəni sadəcə olaraq həvəs. Biz istəyirik ki, biliyimizi verək, həvəs olsun, cəmiyyət qəsbi və həvəs də var. İnsanlar da istəyirlər. Ona görə də vaxtımız olanda, imkanımız olanda bu işlə belə məşğul oluruq. Mən bildiyimə görə sizin çəkdiyiniz fotolar Rəsədxananın muzeyində qorunur, saxlanır və bu fotoları əldə eləmək üçün yəqin ki, müxtəlif kamplar qurursunuz, harasa gedirsiniz. Çünki Bakıda şəhər daha işıqlı olduğuna görə ulduzların seyr edilməsi Bəli, tamamilə doğrudur. Bizim çəkdiyimiz, bizim uşaqların çəkdiyi şəkillər sərgilərdə, rəsədxanada, hətta xarici beynəlxalq saytlarda da mühüm yerlər tutulub. O şəkilləri çəkmək üçün əlbəttə ki, biz Azərbaycanın ən qaranlıq yerlərini axtarırıq. Xüsusi bir xəritələr var, işıq çirklənməsini göstərən xəritələrdir və bizim də öz avadanlığımız var, hansından ki, biz işığın qaranlığını ölçürük və o xəritədə qeyd edirik. Öz nöqtələrimiz var, bilirik ki, bura getsək. Məsələn, Azərbaycanda ən qaranlıq yer haradır? Ən qaranlıq yerlərdən biri İsmayıllı ilə Qubanın arasında olan dağlarda Brovdaldır, Həftəsovdur, Baba dağının aşağı hissəsi, Dərk kəndi var orada, Qubanın kəndidir, səhv eləmirəmsə. Yəni, o ərazi var, ora ən qaranlıq ərazi sayılır. Düzdür, indi Qarabağda da... Başında daha rahat seyr eləmək, ətəyində. Əslində dağın başı yaxşıdır. Çünki siz onda bir çox atmosferi aşağıda qoyursunuz. Məsəl üçün, dağın yerdə nə qədər yaxındırsa, buxarlanma çoxdur və mane ola bilər sizə. Yay vaxtı görə bilərsiniz. Əgər bir böyük bir dənizin ərazisində ya boşluq ərazidə görərsiniz ki, belə duman fason gün batanda görünür. Həmin o buxarlanmadır, hansı ki, müşahidəyə mane olur. Ona görə hündür yerə çıxsaz daha yaxşı. Biz adətən dağların başına edirik. Adətən dağların başında edirik kampları falanı ki, və qaranlıq yerlərdə. İctimaiyyət üçün də eləyirik, eləmişik, məsələn, Xızıda eləmişik, başqa yerdə etmişik. Gecə vaxtı ümumiyyətlə istənilən insan seyr edə bilər. Gözümüz də kifayət qədər imkan yaradır ki, qaranlıq bir məkanda ulduzları, məsəl üçün, süd yolunu seyr etmək. Bir çox adam bizə gəlirlər, soruşurlar, süd yolunu görmüşsünüz. Məsəl üçün, çox adam süd yolu bilmir nədir. Kəhkəşandır. Süd yolunu görmək üçün siz gərək qaranlıqda ən azından yarım saat, 40 dəqiqə qalmalısınız və heç bir işıq yerə baxmamalısınız. Çünki bizim göz bəbəklərimiz böyüyür qaranlıqda və çox asta sürətlə böyüyür. Yığılması tez yığılır, amma böyüməyə çox az. Ona görə də sizin gözünüz qaranlığa öyrəşmək üçün 45 dəqiqə, 1 saat vaxt lazımdırsa, gözünüz işığa 1 saniyə ərzində qayıdır, öyrəşir. Ona görə də, məsəl üçün, biz kampda icazə vermirik, hətta telefona da baxsın. Dedik ki, siz telefona baxsaz,
Sonra bir də 45 dəqiqə gözləyəcəksiniz. Bir göz bəbəkləriniz. Göz bəbəkləriniz öyrənsin, bəli. Həm də siz orada teleskopda da az şey görürsünüz. Göz bəbəyiniz balaca işığa öyrəşib. Orada da cisimlər çox solğundur. Ona görə biz bütün gecəni qoyuruq teleskopları çəkilişə, xüsusi avadanlıqlarla. Hətta bir şəklin alınması 3-4 gecə lazım olur, bir neçə ay hətta lazım olur ki, siz bir dənə şəkili ala biləsiniz. İşıq toplanır günlərlə, saatlarla. Astrofotoqrafiyanın yolu budur və müxtəlif filtrlərdən keçiririk, onların spektrlarından götürürük. Foto ilə adı oxşardır, amma bir əlaqəsi demək olar ki, yoxdur. Çünki orada başqa texnologiyalar Necə düşünürsünüz? Azərbaycanın rəsədxanası Şamaxıda yerləşir də və yerləşdiyi məkana görə dünyanın digər ölkələrində yerləşən hazırlanmış rəsədxanalardan keyfiyyət baxımından yerinə görə aşağıdır, yuxarıdır. Necə müqayisə edərdiniz? Rəsədxananı Şamaxıda Bakıya yaxın olduğu üçün seçiblər. Hava şəraitinə görə yox. Siz Şamaxıda, Pirquluda əsas ətrafdakı kəndlərin adlarına baxsaq, Sis kəndi, sonra bunlar tərcümədə duman, yağış deməkdir. Orada açıq hava çox az olur əslində. Sadəcə olaraq yaxındır Bakıya. O vaxt plan var, məsəl üçün, Kəlbəcərdə etmək və yaxud bir dənə də rəsədxana Naxçıvanda var, sonra o müharibə dövründə biraz dağıldı, elədi, indi istəyirlər onu da təzədən bərpa etsin. Məsəl üçün, ora çox gözəl yerdir. Əsas rəsədxana üçün nədir? Açıq hava, aydın günlərin sayı il ərzində çox olsun. Ona görə də biz dünyaca məsəl üçün müqayisə ediləsi deyilik. Ən böyük teleskop, məsələn, Avropa teleskopu Çilidə tikiblər, Atakama səhrasında. Orada səhv eləmirəmsə 300 günə yaxın aydın günlər olur. 300 aydın günlər. Ona görə orada bir çox rəsədxanalar qurublar, böyük teleskop orada qurublar ki, açıq olur hava, həm də hündürdədir, 3000 metrdə hündürdədir. O ilə müqayisədə bizdə əlbəttə ki, əlverişli şərait deyil, ancaq bizim də teleskopumuz, yəni 2 metrəlik teleskopumuz var və digər balaca teleskoplar da var, hansından ki, istifadə olunub, hətta vaxtı ikən bizim alimimiz Nadir müəllimin orada araşdırmaları nəticəsində onun adına da Marsda krateri ad verilib. Yəni Nadir müəllimin adına krater var Marsda. O 2 metrəlik teleskopda Marsın xəritəsini düzəltmişdi. Yupiterdən Marsın. Bəli, planetlərə baxırdı. Yəni bizim də belə mühüm astronomlarımız olub. Bəli. Həmçinin yeni planetlərin tapılmasında, yeni asteroidlərin tapılmasında, yeni ulduzların, galaktikaların, spektrlərin falan çıxarılmasında bu elm üçün mühüm bir şeydir. İşlər gedir. Sadəcə olaraq cəmiyyət arasında onlar bilinmir. Bizim də bir həvəskar astronomlar cəmiyyəti olaraq fikrimiz elə məqsədimiz odur, hardasa bir körpü yaradaq elmlə cəmiyyət arasında. Cəmiyyət arasında insanlar. Çox maraqlı bir işlə məşğulsunuz. Mən buna görə sizə uğurlar arzulayıram. Təşəkkür edirəm. Astronomiyadan astrologiyaya keçid eləmək istəyirəm. İnsanların bir çoxlarının inanırlar bürclərə və bildiyimizə görə 12 bürc var, amma deyilənə görə artıq bürclər 12 deyil, 13-dür, sürüşübdülər, yerləri dəyişibdir. Bu astrologiya necə olub yaranıbdır Firidun müəllim və nə dərəcədə inandırıcıdır? Nə qədər inanaq? Mən demirəm inanın, demirəm inanmayın, özünüz bilərsiniz. Bu seçim özünüzünkidir. Amma söhbət ondan gedir ki, elmin bir var nəzəri hissəsi, bir var onun təcrübi, yəni praktik sahəsi. Fərz edək ki, cərrahiyyəyə aid alimlər araşdırmalar aparırlar ki, neyi necə kəssələr daha yaxşı olar, nəzəri şəkildə. Sonra bunu təcrübədə yoxlamaq ilə görülə təcrübədə müəyyən qədər alınmır. Və yaxud da biraz istiqaməti başqa cür eləsələr daha yaxşı alınır. Bu nəzəriyyə ilə əməliyyənin üst-üstə düşməsi çox vacibdir. Çox yəqin ki, çox belə mütləq şəkildə yəqin ki, astrologiya ilə, yəni nücum elmi ilə məşğul olanlar astronomiyanı mükəmməl bilirdilər və onu ilə də məşğul olurdular. Çünki yer dəyişməni bilməsələr, onlar cədvəllər tərtib edə bilməzlər. Bu mənada 10-cu əsrdə Səccaci adında bir tərcüməçi Zərdüşt əleyhissalamın Fələk dərəcələri adında astronomiyaya aid olan kitabını ərəb dilinə tərcümə edib. Dünyanın çox kitabxanası da var o, ərəbcə. Amma hansı dillə tərcümə edib? Orijinalı hanı? Onu biz bilmirik. Deyirəm, Zərdüşt əleyhissalamın kitabını tərcümə edib.
Yəni biz ümumiyyətlə belə baxanda Azərbaycan mühitindən dünya astronomiya elminə aid böyük əsərləri olan müəllifləri tanıyırıq. Lap belə xilafətin ən zəngin kitabxanası olan rəsədxana Azərbaycanda olub o. Marağa rəsədxanası. Bəli, Nəsirəddin 1259-cu ildə. Zic İlxani orada tərtib olunub. Hələ indiyəcən də işləyir o Zic. Zic, bilirsiniz, adama elə gəlir ki, görün neçə səhifəli kitabdır. 3 səhifə, 4 səhifə olur, ondan artıq olmur. Hamısı cədvəllərdir. O cədvəlləri açanda, qalın bir Marağa kitab olur. rəsədxanası yeri gəlmişkən fəaliyyətdədir, yoxsa yox? Yox, əlbəttə yox. Sökülüb gedir. Onun ancaq kaşları tapılıb, bünövrəsi tapılıb və salam, heç nə yox. Hətta kitablar da hara gedib, məlum deyil. Bu mənada əlbəttə ki, təcrübə məsələsi ki var ki, bunu necə tətbiq eləmək olar. Fərz edək ki, biz vurma cədvəlini bilirik. Biz bunu tətbiq edirik axı. Son alış-verişdə, son öz hesablamalarımızda. Bu riyaziyyat bizə kömək olur. O riyazi əməlləri icra edəndə biz onu öz həyatımızda, məişətimizdə tətbiq edirik. Yaxşı ulduz falan, tutalım ki, bu saat günəş Qoç bürcündədir. Hələ Qoç bürcündədir, balıqlar bürcündədir. İndi birazdan. İndi balıqların dövrüdür. Sabah birisi gün Allah qoysa keçəcək Qoç bürcünə. Nə olsun? Bax, nə olsun sualı. Bunun mənə nə dəxli var? Həyatımda mən onu necə tətbiq edeyim? Bundan necə faydalanım? Rəsədxanalar tikirdilər, filan qədər, xərc çəkirdilər. Bundan insanlar necə bəhrələnsin? İndi yer dəyişmələri bildik. Amma bunun təsirini, real təsirini əlbəttə ki, münəccimlər təyin edirdilər. Məsələn, ərəb dilində kəvamil deyilən bir söz var. Kəvamil, kəvamil sözü demək, çətin günlər deməkdir. Quran-ı Kərimdə həm də əyyamun nəhs ifadəsi gedir. Yəni, nəhs günlər. Nəhs günlər sözünün mənası odur ki, ildə elə günlər var ki, onlar nəhs sayılır. Hər ayda 5 gün elə nəhs günü var. Amma səfər ayında üstəgəl 3 gündə əlavə olmaq şərtilə 8 gün nəhs gün var. Ona görə səfər ayında səfərə çıxmaq məsləhət sayılmır. Başqa hansı vaxt istəsən çıx. Çünki istənilən gündə, istənilən həftədə həmin o bəd gün ola bilər ki, sənin bütün zəhmətin hədər olsun. Bu mənada həmin günləri də, həmin saatları da təyin edənlər münəccimlər idi. Klassik ədəbiyyatımız başdan ayağa belə faktlarla doludur. Mən bir monografiya yazmışam. Ulduz elmi və orta əsrlər Azərbaycan ədəbiyyatı. Orada bunların hamısını yerbəyer göstərmişəm. Sordum əhvalımı eşqində münəccimlərdən. Baxdılar tale evimə, dedilər qan görünür. Füzulinin beytidir. Bax, tale evi astroloji termindir. 12 tale evi var. Sordum əhvalımı eşqində münəccimlərdən. Ki, mənim bu eşqimin axırı necə olacaq? 4-cü ev, tale evinin 4-cüsü məhəbbətlə bağlıdır, ailə qurmaqla bağlıdır. Baxdılar tale evimə, dedilər qan görünür. Qan görünür nə deməkdir? Yəni, Mars oturub sənin planetində. Sənin uğursuz olacaq. Alınmayacaq. Qırmızı ulduzdur Mars. Yəni, bunlar tətbiqatıdır. Elmi məlumatların. Necə? Sadəcə inanc. Xeyr, Nücum elmi, Ferdi müəllim, Nücum elmi elmdir. Münəccimlər də ziyalı insanlar olub, bəli. Zamanəsində. Sonra dayandırılıb, indi keçirilmir, indi işlənilmir. Mən onu Siz mənim tarixindən danışırsınız. Hindistanda da bildiyimə görə hələ də çox diqqətlə yanaşırlar bu işə və ailə qurmamışdan öncə mütləq şəkildə astroloqa müraciət ailə qurub qurulmamaq məsələsi deyil. Nücum elmi sadəcə bir elm kimi olub fəaliyyət göstərib. Sadəcə, yəni ziyalılarımızın o bayaq Füzulinin adını çəkdim, Firidun müəllim, onun şeirlərində, başqa ədiblərimizin yaradıcılığında onlar göstərirlər. Şahnamədə yəni, sadəcə son dövrlərdə deyək ki, yaddan çıxarılıb. Necə ki, Novruz bayramı bizə qadağan qoymuşdular ki, bayramı keçirməyək, həyata keçirməyək Sovet devrində. Bayaq kulis arxasında söhbətimiz oldu.
Faiq müəllim qeyd elədi ki, yox keçirilirdi. Bəli, keçirilirdi. Hər bir yerdə keçirilirdi. Yalnız Azərbaycanda yox, Dağıstanda, Gürcüstanda yaşayan Azərbaycanlılar hamısı Novruz bayramını evdə gözəl, yüksək səviyyədə keçirirdilər. Bəli, bəli. Ancaq dövlət səviyyəsində qeyd edilmirdi. Dövlət səviyyəsində də məsələn 30 fevralın 67-ci ildə başlayıblar məncə və Bahar qız simvolikası da onda o 67-ci ildə Şıxalı Qurbanov gətirəndə Allah Bahar rəhmət qızını eləsin. heç o Bahar qızı yox idi. Yox idi, Elə bir Obraz məqam da oxumuşdum ki, yəni mən o dövrün iştirakçısı olmamışam, heç o dövrdən adam olmamışdım. Belə Bəxtiyar Vəhabzadə, sonra bir başqaları belə təklif irəli sürüblər ki, Bahar qızını təqdim etmək olmaz. O süni sürətdə xalqımıza yönəldilmiş bir obraz olacaq. Kar qızın Bahar versiyasını Hada Qarqızın bir bahar versiyası oldu. Doğrudan da elə oldu. Yəni Novruz bayramına qondarma bir Obraz daxil elədilər. simvola çevrildi deyək. Ancaq Şıxalı Qurbanovun rolu onda oldu ki, o 67-ci ildə öz həyatı bahasına da olsa o bayramı keçirə bildi. Xalqın o bayram bir daha 67-ci ildə onu göstərdi ki, Novruz bayramı xalqın yaddaşındadır. Milli şuurundan silinmir. Qan yaddaşına hopub qalıb. Yəni onu heç bir qüvvə, heç bir dövlət, heç bir ideologiya silə bilməz. Ona görə ki, açığını deyim, Novruzun özü elə ideologiyadır. Birlik ideologiyasıdır, Azərbaycançılıq ideologiyasıdır, dövlətçilik ideologiyasıdır. Novruz bayramına bu aspektdən baxanda onların hamısını görmək mümkündür. Hələ deyim ki, beynəlxalq astronomiya ili də Günəşin Qoç bürcünə girməsindən hesablanır. Keçənlə Kosa da mənə elə gəlir ki, Novruz bayramına sonradan daxil edilmiş obrazlar. Yox, o deyirlər ki, Novruz bayramının simvolları olub. Yəni o mübarizə məsələləri var. Yəni ən qədimdən, yəni adı səslənən vaxtda Keçəl qışın məsələn mənim həmkarlarım Faiq müəllimdir. Bilməm Firdun mənim fikrini bilmirəm. Faiq müəllim Keçə və Kosanı qəbul eləmir deyəsən, qəbul eləmirsiniz. Niyə ki eləmirsiniz? Olub görmüşük. Yox, olub. Yox, nə vaxtdan olub? Qəbul edib edəmək. Əsas odur ki, maraqlı olsun. Novruz bayramında olan məqamlar var ki, nə vaxta aiddir, nələr olub, nələr yaddan çıxıb. Bunları bir kənara qoymaq lazımdır. Bugünkü Novruzumuzu qorumaq lazımdır. Mən onu bilirəm. Yəni yaddaşımızda yaşayan Novruzu necə ki babalarımız, ulu babalarımız bizə ötürə bilir, biz də gələcək nəsillə bu bayramın o xüsusiyyətlərini gələcək nəsilləri ötürə bilsək böyük bir iş olar. Yəni böyük bir əməl olar. Çox zaman mediada, sosial şəbəkələrdə keçənlə Kosaya dair bir polemika yaranır ki, Şaxta baba hədiyyə verir, bizim keçəlimiz Kosamız hədiyyə yığır, dilənçi kimi belə pis adlandırmaq Şaxta baba benim cibindən verir. Razılaşmıram bu fikirlə əsla. Nəyə görə? Bu birliyin rəmzidir. Yəni insanlar ruzilərin paylaşırlar. Təhlikdə keyfini sürmür bayramı. İcazə vermək ehtiyacı olanlara pay verirlər. Əslində hər şey təhrif olduğu kimi o da təhrif olunub. İndi deyirlər papaq atma. Papağı atmazlar. Papaq qeyrətdir. Papaq başdan yuxarıda dayanır. Papağı hara ata bilərsinsə. Bilirsiniz ki, 2-ci Dünya müharibəsi qutarandan sonra şikəst əskərlər gəlirdilər, əksərində xristiyanlar. Onlar dilənəndə papaqlarını çıxarıb qoyurdular, ora nəsə atırdılar. Yaralı deyil, tutalım ki, əli ayağı yoxdur. Onlara bizim cəmaatımız mərhəmət edib, pul atırdılar onun papağının içinə. Yəni dilənmək kimi papağı qoymaq onların adətidir. Bizdə elə adət yoxdur. Əslində adətimiz necə olub? Hamı bilir ki, kənddə, hansısa bir məntəqədə kasıb ailələr kimlərdir? Bunların evində bişmiş yoxdur. Necə bayramdır da, necə ola bilər ki, bunlar sevinməsin? Firdun müəllim, ya da ki, ən yaxın adamını itirib, əzizini itirib bayram qeyd etmək istəmir. O ayrı söhbət. O da olur. O qara bayram ayrı söhbət. Burada konkret olaraq kasıblıqdan gedir söhbət. Onda nə edirdilər? Onda uşaqlar yox, yetkinlər, cavanlar, hansı ki bunlar kimisə sevirlər. Hansı məhəllədəsə tutan ki bunların sevdiyi qız var. Bunlar da məmnuniyyətlə həmin məhəlləyə gedib gələ bilirdilər həmin gün. Heç kəs onları yasaq qoymurdu. Bunlar da damdan, bacadan qurşaq buraxırlar aşağı. Qurşaq da nə deyil? Şal sallayırdılar. Şalın arasına nəysə qoyub düyün vururdular, çəkirdilər yuxarı, ümumi ərzağı toplayırdılar. Toplayandan sonra bölüşdürürdülər o evlərdən. Səbətin içində aparıb qoyurdular qapısına, qapını döyürdülər, özləri qaçırdılar. Ki bilinməsin ki, kimdir onu gətirən hətta.
ki, sabahları onun yanında baş aşağı Ha, olmasın. pay toplamırdılar, pay verirdilər. Bəli, Sizdə o- iş yanlışa gedib. Paylanmaq üçün toplayırdılar, özləri üçün yox. Yəni onlar hamısı təhrif olunub, indi papaq atmaq falan. Hələ elmi ədəbiyyatda da məqalələrə rast gəlmişəm ki, papaq atmaq adəti. Biabır elədim həmin adamın qəzetdə. Amma sən də danışsan, bizdə haçandan olub papaq atmaq adəti. Papaq atarlar. Hətta efirdə bir etnoqrafla da bir əməlli başlı mübahisəmiz oldu. Deyir, uşaqdır da, deyirəm, uşaq olanda uşağın qeyrəti yoxdur be ya. Uşaq da böyüyüb, səhər yanlış fikirlə böyüyəcək. Uşağın da qeyrəti var da. Atmaq olmaz, papağı qətiyyən başına atmaq olmaz. Düz indi çıxaq şəhərə görə neçə adam başında papağı görəcəyik. Papaq görməkdə deyil məsələ. Yox, Papaq qeyrət məsələsidir. Yox, o Yaylıq atalar... qeyrət məsələsidir. Qadının qeyrət məsələsi ola kimi yaylıq idi, papaq da haqlısınız. O baxımdan sizdən tamamilə razıyam. Ancaq yenə də qeyd edim ki, Novruz bayramında necə olduğu kimi qəbul etmirik. Ancaq Firidun müəllimin bayaq qeyd etdiklərini adicə Dəli Kür filminə, əsərini oxumasaq da, filmini izləsək, o məqamları görmək olur. Necə ki... Çox təəssüf ki, bayramın Şengulu uşaq şahsına Sarabskinin bir o Köhnə filmdə Bakı görə bildik. kitabında bu ənənələ çox geniş şəkildə qəşəng də yazılıb. İndi elmi məlumat kimi etnoqraflarımız ancaq həmin kitabdan istifadə edirlər. Çünki ondan öncəki heç kəs yazıb qoymuyor ki, bu ənənəni necə keçirdilər. Novruznamə, Ömər Xəyyam bayağı da çəkildi. Orada üzr istəyirəm. Əməli başda etnoqrafik şəkildə hər şey çox gözəl də yazıb. Əvvəllər, indi məsələn farslar sin hərfi ilə başlayan 7 dənə nəsnəni qoyurlar son üstünə. Yəni sin hərfi, s hərfi ilə başlayan. Niyə məhz su ilə? Deyirəm, ondan öncəkilər şinlə başlayırdılar. Məsələn, şərab, şəm, belə. Hətta Hafizin şeiri var, Meştubat da yandırır, Şamı yandıranda Hafizin o gözəlin deyir. O Novruz gecəsi olan söhbəti deyir ki, bir dostluğumuzun görür. Şəbəsdir, yəni axşamdır. Şərab da olub orada. Amma İslam gələndən sonra baxıblar ki, nə, süfrəyə şərab qoyma olmaz axı. Ona görə şini eləyiblər sin. Mən də həmişə qəribə gəlir ki, süfrədə sarımsağın, soğanın nə işi var ki bu? Novruz süfrəsində şirniyyət olur adətən. Amma su ilə gəlirsə, sirkə olsun, sarımsaq, soğanı bəzən deyirlər ki, göz qaytarmaq xüsusiyyətinə malikdir. Məsələn, hətta xarici filmlərdə görürük ki, salım o... mistik qüvvələrə qarşı sarımsağı qaldır. Sarımsaqları asırlar ki, o mistik qüvvələrdən qorunsunlar. O baxımdan eşitmişəm ki, sarımsaq, soğanı da ona görə qoyurlar. Amma mən qoymazdım Sumaq bir sincit deyirlər, küncüt də o da olurdu. Yəni çörəklərin üstündə, pişmişlərin üstündə ondan səpib gətirib qoyurlar. Ümumiyyətlə, bolluq əlaməti olaraq həmin o həftsin farslar eləyirlər. Biz onu eləmirik. Biz süfrəyə səməni qoyuruq. Səməni nədir? Yaşıllığın rəmzi. Səməni iki peyğəmbəri yada salır. Bir Adəm əleyhissalamı. Adəm əleyhissalamı cənnətdən buğda yediklərini görə qovlayırlar da. Səməni də buğdadan cücərir əsasən. Bir də Xızır əleyhissalamı. Xızır əleyhissalam ayağına hər qoyursa, çəkirsə orada yaşıllıq əmələ gəlir. Hələ Xızıra sözü ərəb dilində yaşıl deməkdir. Xızır sözünün də ərəb variantı gəlib bizə çatıb. Əsl adı haqqında da yazırlar, o böyük mübahisələrdir. O məsələyə girişmirəm. Yəni, bunlar hamısı rəmzlərdir. Bayaqları Dövlət xanım çox gözəl izah elədi ki, məsələn, yumurta həyat mənasını izah eləyir. Bişmişlər var, məsələn, şirniyyatlar. Şəkər burası, məsələn, ayı bildirir. Şor qoğalı günəşi bildirir. Hələ formaca da. Bunu mən özümdən icad eləmirəm. Onu bizim kulinarımız var, gözəl kulinarımız. Tahir Əmir Aslanovun. Bəli. O çıxışlarında deyib, kitablarında yazıb. Sağ olsun, gözəl tədqiq edib. Mənə elə gəlir ki, unudulmuş və amma yada salınmalı olası çox qədim adətlərimiz var və simvolikalarımız var ki, biz hələ onların çoxunu bilmirik. Çox təəssüf ki, bilmirik. Bəy dedik, Türk dövlətlərində məsələn Erqanakon adı ilə keçib, Qızıl Qurd, Hun adları ilə, Kun adı ilə bu bayramın qeyd edildiyi olub. Nə üçün biz bunu unutmuşuq? Bu da bir sirdir. Və məsələn, astrologiyadan deyəcəm, çox üzr istəyirəm. Mən bu yaxınlarda bir filmdə izlədim. Qərbi Afrikada Dagon adlı bir
tayfadır, bunlar yaşayırlar, özlərini Siriusdan gəlmiş insanlar hesab edirlər və çox maraqlıdır ki, bunlar 5000 il öncədən bu tayfanın insanları Sirius ulduzu barəsində hər şeyi bilirdilər. Yarıçılpaq gəzən tayfa üzvləridirlər. Müasir sivil dünyadan çox Göydə ən parlaq ulduzdur. Onun haqqında hamı bilir. Özü qoşu Amma oldu. peyklərinin sayına qədər qəbili insan o necə bilə bilərdi? O Nəyin qədər sayına? peyklərinin ətrafında onun hansı dəqiqliyi ilə döndüyü, ilin hansı vaxtında daha parlaq göründüyü, bunların Mən sizə deyim, araşdırıb biliblər. ümumiyyətlə çox sadədir. Belə mürəkkəb gəlsə də çox sadədir. Amma məsəl üçün günəş qoroskopu deyirlər. Şumerlər yaradıb, zodiak Şumerlər vaxtında yaranıb 4500 il bundan əvvəl. Onlar necə hesablayıblar ki, günəş hansısa bürcdədir. Ümumiyyətlə 12 dənə bürc günəşin getdiyi, günəşin və ayın keçdiyi yolun üzərində durub 12 dənə bürc. Ümumi 88 dənə bürc var. Gözlə görünə biləcək 6000-ə yaxın ulduz var. 3000-i cənub yarımkürəsində görsən, 3000-i də şimal yarımkürəsində görsən. Eyni zamanda da bürclərin bir hissəsi Azərbaycanda ümumiyyətlə görsənmir, ancaq məsələn Avstraliyada, məsələn Cənubi Amerikada falan da orada görsənə bilər. Günəş çıxanda, çıxmamışdan əvvəl ulduzları görürlər, bürcləri tanıyırlar. Bilirlər ki, günəş hal-hazırda bu bürcdədir və hər gün hesablayırlar. Deyirlər, aha ayın 20-si bu artıq bu birisi bürcə keçdi. Yazıblar ayın 20-si. Və indi də bürcləri açanda Lüboy astroloji kitabda görürsə, ayın 20-sindən 20-sinə, 21-dən 21-nə məsələ ondan gedir ki, o 4500 il bundan öncə olub və ulduzlar səmada daimi hərəkətdədirlər. Bizim həyatımız bəs etmir onun hərəkətini hiss etməyə. Çünki çox uzaqdadır ulduzlar. Amma 4500 il ərzində o qədər dəyişiklik baş verir ki, o tarixlər tamamilə dəyişib. O tarixlər fərqlidir. İndi artıq 13-cü bürcdə var. O günəşin yolunun üstündə olan 13-cü bürcdə var. İlan daşıyan bürcüdür və İlan tutan. İlan tutandır, ilan daşıyandır. Demək bu mülk deyil, həqiqətən o bürc var. O bürc bilirsiniz necədir? Günəşin yoludur. Biz görmürük o ulduzları gündüz vaxtı. Ancaq onu batanda günəş və ya çıxanda biz bilirik ki, aha bu bürcün yarısı buradadır. Demək o bürcün içindədir. Başa düşürsünüz nə deməksə? Və bütün planetlər də, bütün ay da falandır, o bürclərin üzərindən hərəkət edir. Ona görə onlar heyvanlar adı qoyublar, belə şey deyiblər ki, İndi artıq 13-cü bürcümüz demək ki, var ilan bürcü. İndi soruşursan ki, mən şəxsən neçə dəfə məsəl üçün bu işlə maraqlı sorğu aparmışam. Deyir ki, məsəl üçün mən filan bürcəm, mənim xəssiyyətim ona uyğun gəlir. Açıram, deyirəm ki, astronomiya şeyidir, proqramıdır. Sən anadan olanda günəş başqa bürcdə idi. Çünki sürüşü baxı, sizin əlinizdəki olan məlumat 4500 il bundan qabaq olan məlumatdır və təsəvvür edin ki, dünyada 8 milyard insanı 12 xəssiyyətə bölürsünüz. Mümkündür elə bir şey. Hər bir insan unikaldır. Bəlkə yaradıcı üçün bu qruplaşma vacib idi, bilmirəm. Bu özdəki astroloji mətnlərə baxın. Sizi bugün filan şey, o istənilən adama, yəni o xüsusi psixoloji mətnlər var ki, hər bir insan orada özünə uyğun olan şeyi götürür. Uyğun olmayan alınmadı, indi bu dəfə tutmadı. Tuta bilər, ola da bilər, olmaya da bilər. Orada həmişə elə yazılıb. Çünki astrologiya ümumiyyətlə yaranıb qədimdə, bəli, insanlar fikirləşirlər ki, bu ulduz bizə təsir eləyir. Fikir verin, bəşəriyyət yaranandan Tanrı insan ağıllaşdıqca mürəkkəbləşib. Əvvəlcə insan Tanrını ağaca deyirdi ki, ağac Tanrıdır, bitkiyə deyirdi. Sonra ağıllanandan sonra başa düşür ki, bu sadəcə ağacdır. Nəyi idarə edən qorxur, nəyi idarə edə bilmirsən, ona Tanrı deyirdi. Küləyə Tanrı deməyə başladı, dənizə Tanrı deməyə başladı. Ağıllandıqca Tanrı mürəkkəbləşdi, ağıllandıqca Tanrı mürəkkəbləşdi, uzaqlaşdı. İndi istənilən dindar adamdan, dini insandan Allahın təhririni soruşsan, deyə bilməyəcək nədir? İzah eləyə bilməyəcək. Çünki izah olunmaz bir şeydir Tanrı. Həmişə də elə olub. İndi vaxt keçib, astrologiya yerini astronomiyaya verib. İnsanlar başa düşüb ki, biz kainatda yaşayırıq. Galileydir, Giordano Bruno'dur, Kopernikdir. Bu cür alimlər bizim dünyaya baxışımız, Newton'dur, bizim dünyaya baxışımızı dəyişib və başa düşmüşük ki, o 10.000 işıq ili uzaqlıqda olan ulduzun mənə təsiri ancaq onun düşdüyü işıq ola bilər. Mənim xəssiyyətimə, biz kainatda heç bir şeyik. Zərrədən də kiçik. Məşhur Carl Sagan, astronomiyanın
məşhurlaşdıran bir alim idi. O bir kosmik zondun, səhv eləmirəmsə, Voyager kosmik zondu 80-ci illərdə Saturnun yanından uçanda xahiş elədi NASA-dan ki, bir çönün orada yerin şəklini çəkin, görün yer necə görsənir oradan. Və Voyager'ın kameralarını çöndərdilər yerə qarşı və orada şəkil çəkilib. O şəkil internetdə var. Pale Blue Dot, mavi nöqtə də, belə solğun mavi nöqtə. Onun adına bir kitab da yazıb. Balaca bir nöqtə boyda yer kürəsinin şəklini çəkib. Deyir ki, yəni siz dünyada bütün tanıdıqlarınız, tanımadıqlarınız, bütün anadan olan insanlar, sizin düşmənlər, sizin dostlar, bütün biliklər hamısı bu nöqtənin içindədir. Təsəvvür edirsiniz? Yəni kainat o qədər böyükdür ki, ona hansısa planet bizdə gəlib falan Əhmədin şeyinə xəssiyyətinə təsir eləyəcək, belə bir şey yəni cəfəngiyatdır. Elm deyil və bir dəqiqə üzr istəyirəm, çox üzr istəyirəm. Əgər siz astronomiya elm deyilsə, bir dənə elmi müəssisə göstərin, hansı ki elm olaraq universitetdir, nə bilim, hansısa bir institutdur ki, desin ki, biz astrologiya ilə məşğuluq və diplomu veririk. Yoxdur elə bir şey, cəfəngiyat. Yoxdur, bir də başlayayım da. Sizin dediyiniz o sistem Avropa sistemləridir və bu da 17-ci əsrdən sonra formalaşmış xüsusi bir baxış idi bütün dünya elminə də. Halbuki o elmin də böyük cövhərini İslam alimləri vermişdilər. Hələ cəbr elmini, lap hələ həndəsə elmini 200 il olub da İslamın qızıl indi niyə eləmirlər? Axıracan qulaqsında. Öncədən 100 illik Şərq mədəniyyətini dağıtmaqdan ötürü, iki böyük imperiyanı dağıtmaqdan ötürü plan qurdular ingilislər. Və 18-ci əsrdə bunu icra elədilər. Və başladılar icra eləməyə. Darmadağın oldu o sistem, təzə sistemlər qoydular. O sistemlərlə yaranan universitetlər, hələ indi o universitetləri götürün. Universitetdə kafedra var, dekan var, prorektor var, rektor var. Mənim dediklərim hamısı kilsə terminləridir. Necə olsun? İnkişaf gedib də. Zamanımız məhdudlaşır, fikirlərimizi biraz konkretləşdirək. Niyə də yox? Fikrimi konkretləşdirib belə deyirəm ki, Faiq müəllim bayağı inkar elədiyini, yenə də öz fikirləri ilə isbat elədi ki, Firidun müəllimin dediyi nücum elmi olub, olmuş, öz səhifələrini elmə vermişdi. Novruz bayramına gəldikdə isə inanclarına toxuna bilərik. Yəni, inanclarına bayaq toxunmadıq, hansı inancları var? Ən əsas bir inancı var ki, ona xüsusi toxunmaq istəyərəm ki, Firidun müəllim də gözəl bilir, hamımız bilirik ki, belə bir inanc var ki, deyirlər ki, Novruz gecəsi, Novruz bayramını evdə keçirməyən 7 il evdə keçirməz. 7 il, yəni o bayramı evində qeyd etməz. Doğrudan da bunlar bizim yazılı ədəbiyyatımızda da, şifahi xalq ədəbiyyatını demirəm, yazılı ədəbiyyatda da özünü göstərir. Hətta Şota Rustavelinin Gürcə ədəbiyyatının nümayəndəsi hesab elədiyimiz Şota Rustavelinin pələng dərisi geymiş Pəhləvan poemasında da, əsərində də həmən Novruz bayramına toxunulur. Orada belə bir misra var, yəni orada mütləq deyil ki, misra Novruzu bütün başdan ayağa təbliğ eləsin. Sadəcə bir misrasından tutub görmək olar ki, o inanclar hələ 12-ci əsrdə, o şərq intibahının mövcud olduğu bir dövrdə yazılan o əsərdə həmən Novruz bayramları o inanclar necə əksini tapırdı. Deyir, Eşit Qoca, Novruz günü bu şəhərdə adətdir belə, tacir çıxmaz yola, alverçi etməz ticarət. Yəni, tacir yola çıxmaz, evində olar, heç kəsə səfərə çıxmaz. Adi bir cümlə ilə yəni, ifadə edir ki, o inancı. Novruz bayramı yəni, inanclarla doğuludur. Bayaq qeyd elədilər ki, Novruz bayramının hansı bəzi adət-ənənələr var, bəzi inanclar var. Belə inanc da var, Firidun müəllimə ala bilər. Orada qeyd edilir ki, tutam Novruzun 4 günü olur. Novruz bayramının həmən günü, sabahı günü, birinci günü, ikinci günü, üçüncü günü, dördüncü günü və bu günlərə görə sonraki fəsillərin, o 4 fəsil necə baş verəcəyi, necə özünü göstərəcəyi özünü göstərir. Tutalım Novruzun ilk günü yaz hesab olunur, ikinci günü yay hesab olunur, üçüncü günü payızdır, dördüncü günü qışdır. Birinci günü yazda, yəni həmən günü, Novruzun ilk günü hava mülayim keçərsə, hava yağışsız keçərsə, küləksiz olarsa, deməli o yaz, həmən ilin yazı
təsərrüfat üçün çox əhəmiyyətli olar. Yəni hava çox mülayim keçəcək və o biri günlərdə Novruzun, yəni o biri inanclara baxarkən o biri günləri də o şəkildə təqdim edilir. Hətta yalnız xalq yaddaşında deyil, bayaq qeyd elədim, Biruninin əsərində də qeyd olunur ki, Novruz bayramından bağlı deyir ki, Novruz bayramının ilk günü ac qarına qalxıb, 3 qaşıq bal yesən və şam yandırsan, ömürlük səni xəstəlik tapmaz. Elə yazırlar. Bilmirəm, mən orijinaldan oxumamışam, bilmirəm. O vaxt ki, bir də ki, yəni inanclar, xalq inancları Novruz bayramında çox özünü tapır və inandırım sizi ki, həmən inanclar sonraki zamanda, yəni elə bir tarixin sınaqlarından çıxır və özünün doğru olduğunu göstərir. Bu bəlkə də bir plasebo effektidir ki, biz inanırıq və o baş tutur. Verilişimizin vaxtı məhduddur, artıq başa çatmaq üzrəyik. Mən son bir cümlə ilə hərənizdən bir cümlə ala bilərik, vaxtımız azaldı. Fikirlərinizi tamamlayın, sağollaşaq. Bu əziz gündə, xalqımızın ilaxır çərşənbəsi günündə, ilaxır çərşənbəsində hamını, xalqımı təbrik edirəm. Hamımıza, sizə də, həmkarlarıma da bu ilin uğurlu, şərli, ruzili, bərəkətli olmasını arzu edirəm. Arzu edirəm ki, inşallah hər şey hamımızın ürəyincə olsun. İnşallah. Sülh, əmin-amanlıq, həmdəmimiz olsun. Bu qədər. Hamını təbrik edirəm. Həqiqətən də gözəl bayramdır. Heç nəyə baxmayaraq bu bayramı qorumaq lazımdır. Adət-ənənəni qorumaq lazımdır. Çünki Novruzun o qədər maraqlı adət-ənənələri, xırda hadisələri, tarixçələri var ki, bunlar hamısını gələcək nəsilə ötürmək vacibdir. Ona görə də belə deyək, bayramımız mübarək, Novruzu öyrənin, araşdırın və ondan həzz alın. Verin. Əlbəttə, mən çox istərəm ki, cavanlarımız elmlə məşğul olsun, elmin dərinliklərinə vara bilsinlər. Çox fikirlər var ki, bir-birini təksib edir. Elm dərinləşdikcə o təksib olunan bəzilərinin, hətta çağdaş elm deyilən bir nəsnənin inkar elədiyi şeyləri də dərinləşdikcə elm təsdiq edirlər. Mən çox istəyirəm ki, bizim xalqımızın cavanları gələcəkdə dünyanın öncül alimlərindən olsun, onlara istinad eləsinlər. Halbuki bizim orta yüzillikdə belə alimlərimiz olub. Çağdaş elmlər də onların əsərlərinin üstündə bərqərar. Bazasında, bəli. Bugün imkan var ki, biz bugünün gözəl energetikasından istifadə edib xalqımızı daha xoş günlərə, daha mehriban olmağa, daha vətənpərvər olmağa səsləyək. Öz əsasından, öz kökündən ayrılmamaq. Tony Cook abidəsində belə bir cümlə var. Ey Türk, kəndinə qayıt, özünə qayıt. Özünə qayıdanda böyük olursan. Yəni biz əgər özümüzə qayıtsaq, öz keçmişimizi mükəmməl bilsək və onun üstündə öz mədəniyyətimizi, elmimizi qura bilsək, əlbəttə ki, onda həqiqətdə də böyük olarıq. Mən hər birinizə gəldiyinizə görə təşəkkür edirəm. Su axan yerdən bir də axar. İnşallah, ümidimiz eləyək olsun. ki, olacaq. Mən hər birinizə təşəkkür edirəm maraqlı müzakirəyə görə. Tamaşaçılarımızı isə bir daha bu bayram münasibəti ilə təbrik edirəm. Eviniz şən olsun, sularınız axsın, ocaqlarınız tüstüləsin. Bayramınız mübarək olsun və ulu babalarımız hər zaman təbiəti, bu Novruzu onlar təbiəti seyr eləyərək kəşf ediblər. Başımızı telefonlarımızın içərisinə salmışıq, ətrafımızdan xəbərimiz yoxdur. Halbuki seyr eləsək biz də çox şeylərin fərqində olarıq, fərqində olaq. Sağ olun, salamat qalın.